Mollabəli Vidadinin baharın gəlişi ilə bağlı bir şeiri var. Müstəzad janrında yazılmış bu şeirdə iki sətir xüsusilə diqqəti cəlb edir. 47 rəqəm sındı zimistan qələmindən, fürsət gülə düşdü. Zimistan sözünün tərcüməsi qış deməkdir. Zimistan sözündəki 47 rəqəmi nədir? Vidadi nəyə işarə edir? Bu sözün əvvəlindəki iki samit səsin Z və M səslərinin əbcəd hesabı ilə cəmi 47-yə bərabərdir. Vidadi deyir ki, 47 rəqəm sındı zimistan qələmindən. Zimistan sözündən Z və M samitlərini çıxanda yerdə ıstan qalır və fürsət gülə düşdü. Gül sözü ilə istanı yanaşı qoyanda isə gülüstan, yəni bahar fəsli alınır. Beləcə, baharın gəlişini, qış getdi yenə bahar gəldi məntiqi ilə daha fərqli şəkildə Vidadi yazır və bizə yadigar qoyur. Bahar hamınız üçün uğurlu və düşərli olsun.